Vətən müharibəsini hər zaman xatırlayırıq, xatırlayacağıq. Bundan sonraki nəsillərimizə də çatdıracağıq bu qürur dolu, fəxarət dolu anları. Komandalar meydandadılar. Bir komandası. Moika gəldikdə isə bu kollektiv ötən turda Səbaylı minimal hesabla üstəliyib. 9 Amil Yunanov, 11 Kenneth Kalunga. Yardımçıları Asif Abdullayevlə Rasim Axundov. 4-cü referi. İlk zərbəni izlədik bu arada. Əziyevin zərbəsi və gol! Süper gol! Mingəçevir hesabı açır. Bahadur Əziyev. Oyunun en yaxşılarından biri. Möhtəşəm golla hesabı açır. Və dərhal da goldan sonra azarkeşlərinin üzerine gelir. Golun sevincini onunla bölüşür. Möhtəşəm gol. Topu elə bir yere vurdu ki Zeynal Əhmədzadə nə qədər uzansa da kullanabilmir. Yadullayev. Mingəçevir həmləsi. Fuad Bayramov və karşısındaki futbolçunu aldatmağa çalışır. Ötürmə pis deyil əslində. Paralel pas və qapçı. Hisseləyərək Kalunga'ya ötürdü topu. Kalunga. Kenneth Kalunga artıq cərmə meydançasına daxil olub. Qapının üstündən vurdu topu. Məzahir sağ ayağına çəkib. Məzahir Məmmədzadə. Top qapının yanından keçir. Mingəçevirlə müqayisədə Moikin ehtiyat qüvvəsi kasad görünür. Oynamaq olar. Kalunga bir rəqibini aldattı və gol! Kenneth Kalunga 2-0. Moik futbolçuları cərmə zərbəsi gözləyərkən Elvin Bayramov davam işarəsini verdi. Kenneth Kalunga isə fərdi ustalığı hesabına yaxın küncdən dəqiq zərbə indirərək komandasının üstünlüyünü 2 topa çatdırdı. İlk dövrədə olduğu kimi Kalunga bu dəfə də Moikin qapısına yol tapır. 3 nəfər dayanıb qarşısında. Mehrac Baxşalı. Qapçı Orxan Sadıqlı. Sağında və solunda komanda yoldaşı var. Seyxan Fərəcov. Seyxan qapçı. Təkrar zərbə olacaqmı? Hələ ki alınmadı. İnanılmazdı. Yenə 7 futbolçu cərmə meydançasındadır. Başla zərbə. Daha bir toxunuş və Elvin Bayramov da saatına baxdı və beləcə final səsləndi. Təbrik edirik Mingəçevir komandasını və azarkeşlərini. 2-0 hesablı qələbə.